Melissa Group şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Doğru Xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi ilə əlaqədar cinayət işi çərçivəsində ötən gün axşam saatlarında saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. Yasamal rayonu Alatava ərazisindəki söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Qeyd olunub ki, həmin ərazidə aparılan söküntü işləri ilə əlaqədar bugün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub. Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyatı qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq mühafizə orqanlarına təqdim ediləcək. Rəsmi icazəsi olmadan vətəndaşın evini sökən Melissa Group tikinti şirkətinə daxil olan FEBA MTK-nin nümayəndəsi hadisə ilə bağlı yeni açıqlama verib. Nümayəndə Arzuman Murtuzayev Xəzər TV-yə söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyini bildirib. Onun sözlərinə görə işçilər səhvən evi söküblər. Müqavilə bağladığımız işçi səhvən edib. Bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbbədə bazar qiymətlərindən qat-qat baha 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir deyə qurum rəsmisi bildirib.